Həzrət Əli öz dəyərli kəlamlarının birində belə buyurmuşdur. Əla hurrun yədəu hazihil lumazətə li əhliha, əla və ənəhu leysə li ənfusikum səmənun illəl cənnə fələ təbiuha illə biha. Ey insanlar, sizin içərinizdə elə bir azad, hür olan bir şəxs varmı ki, lumazə ərəb dilində diş dibində qalan yeməyə deyərlər. Yəni artıq bir şeydir. Heç kimə lazım olan bir yemək deyildir. Yəni dəyərsiz bir şeydir. Həzrət Əli dünyanı diş dibində qalan yeməyə bənzədir. Sizin içərinizdə elə bir hür, azad şəxs varmı ki, bu dünyanı buraxsın, öz dünyanı öz sahiblərinə versin və yalnız axirət üçün çalışsın və cənnət arzusu ilə həyatını sürsün. Sizin canınızın yalnız və yalnız dəyəri cənnətdir. Özünüzü cənnətdən başqa heç bir şeyə satmayın. Həzrət Əli bu dəyərli kəlamında bizə demək istəyir ki, ruhən azad olan şəxslər cənnət arzusunda olurlar və onlar axirətlərini abad etmək üçün çalışırlar. Dünya ilə məşğul olub axirətini unudan şəxslər isə dünyaya baş qoşub axirətini əldən verən şəxslərdir və bu şəxslər ruhən azad olan şəxslər deyildir.